Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə yeni ilə hər birinizin rahatlıqla hazırlaya biləcəyi salatlardan birini bölüşürəm. İlk öncə qaba qaynadıb sürkəcin kiçik gözündən keçirdiyim kartofu, duzlu suda qaynadıb blenderdən keçirdiyim toyuğun sinətini, eyni zamanda qaynatdığım kök və yumurtanı ardından Holland pendirini əlavə edirik. Zövqə görə duz, qara istiot və mayonez əlavə edirik. Mayonezi öncə 3-4 xörək qaşığı əlavə edib qarışdırırıq. Əgər yetməzsə, yenə də az-az əlavə edərək qarışdırıb beləliklə içliyi hazırlaya bilərsiniz. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində tam dəqiqliyi ilə qeyd etdim. Doğrama taxtasının üzərinə streç film salaraq üzərinə öncədən qaynadıb sürkəsinin kiçik gözündən keçirdib azca suyunu sıxdığım çuğunduru əlavə edirəm. Öncə qaşıqla, əgər rahat deyilsə, əlinizlə incə bir qat hazırlaya bilərsiniz. Beləcə hamarladıqdan sonra hazırlamış olduğumuz salatı çuğundurun üzərinə əlavə edirik və hamarlayırıq. Salata rulet formasına forma verəcəyimizə görə hər tərəfinə yaymırıq. Həm bükən zaman bizə çətin olmasın, həm də səliqəli alınsın. Qaşıqla gördüyünüz qaydada hamarladıqdan sonra rahatlıqla büküb rulet forması veririk. Salat hazır olduqdan sonra servis edəcəyimiz qabı alırıq. Kənarlarını və üzərini dilədiyiniz kimi bəzəyə bilərsiniz. Mən sonda üzərində mayonez və nardan istifadə etdim. Budur, artıq dadlı, ləzzətli salatımız hazırdır. Sizlər də yeni süfrəsinə rahatlıqla hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, belə gözəl, asan təamlardan anında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Hələlik.